121-ci testdən baxırıq yenə. Demək, birinciyə baxırıq. Positive case deyir bizə. Y 2 tapacaq. The dancer's first performance. Burada baxırıq. Demək, rəqsçilərin, rəqqasların ilk tamaşaları, performansları bu olar. Demək, they delayed yesterday's flight. Yesterday's flight. Dünənin uçuşu. Bu da olar. The Browns burada yanlış yazılıb. Səhvdir. It's only a few minutes. Burada S sonra apostrof olmalıydı. They celebrated the scientist anniversary. Baxın, scientist anniversary. Bu da doğrudur. 1, 2, 5 Y variantı doğru variantımızdır. 122-ci testə baxırıq. At marriage deyir. Olar. Marriage-də. Both men and women's rights. Demək, kişilərin və qadınların hüquqları deyir. Burada əslində apostrof S olmalıydı. Ona görə bu yanlışdır. Barbara's and her mother's hair. Bu düzdür. Barbara və onun anasının saçları. Saçı daha doğrusu. The Smiths yanlışdır. S sonra apostrof olacaqdı. Everybody admired the soldiers' heroic deed. Soldiers deed. Bu doğrudur. Variantımız burada A variantıdır. Növbəti 123-cü testə baxacaq. 123-də The Browns yanlış yazılıb. Yenə positive case istəyirdi. At his uncle's or aunt's. Bu doğrudur. Both hər ikisidir. Quruluş səhvdir. Bob's and his friends hair. Bu doğrudur. Everybody stopped to listen to the tourist guide's explanation. Bu da doğrudur. Variantımız hansı variant oldu? 2, 4, 5. Biraz izah vermədim deyəsən. İzah verim. Demək, burada Guide's explanation bələdçinin izahıdır. Bələdçinin izahı. Burada başqa hansında izah vermədim. 122-də də burada deyəsən demədim. Soldiers did. Əskərin hərəkəti, əməli. Did bu mənadadır. 124-cü testə baxırıq. 124-də demək yenə positive case'dir. Positive case. Burada it is'dir. Burada 10 minute S sonra apostrof olmalıydı. Cəmdə olmalıydı. Səhvdir. The Browns and the Blacks S sonra apostrof. Axıra qədər baxmaq lazım. Yəni biri düzdürsə bu demək deyil, hamısı düzdür. Those men's advice. O adamların məsləhəti was useful, faydalı idi. Doğrudur. Yəni men's advice qabaqda işarə əvəzli ilə də uyğundur. 3-ü götürəcəm burada. Növbəti Mr. Smith's son, cənab Smith'in oğlu. Burada doğrudur. Sonra The Truth Found Bakır's Boulevard. Bakının nəyi? Bulvarını. Bu da doğrudur. Demək, 3 dənə doğrumuz var. 3, 4, 5 Y variantı. Növbəti 125-ə baxacaq. Doğru cavabı seçirik. A piece of advice olar. Doğrudur. S slice deyəmələm. El isə tək olmalıdan burada cəmdə verib. To information. Information sayılmır, qabağında say işlədim. Some pieces olar. Biraz belə deyək, mebel, yəni bir neçə parça daha doğrusu mebel. Bu olar. 1, 4
A variantıdır. A few drops olacaqdı bura. Yanlışdır. Drop damcıdır. 126. Yine doğru olanları seçəcəyik. A slice of lemon. Bir dilim limon. Bu olar. Eynən pieces cəm olmaz. Some bottles olar. Of milk. Bu olar. 5 advice sayılmır qabağında. Miqdar sayı işlədim. A few sacks olacaqdı bura. Bir neçə kisə of flour, un, yanlışlıq var idi. A few'dan sonra gələn isimləri yadımda saxlayıram. A few, several isimlər mütləq cəmdədir. Doğru oldu 1-3 B variantı. Növbəti 127-ci testə baxıram. Tez Əydə Benson Thomas Fault demək bu deyir, o daha doğrusu benim və Tom'un səhvidir. Hər ikisinin daha doğrusu səhvidir. Yəni benim səhvi, Tom'un səhvi ayrı-ayrıdır. Düzdür. Ona görə A variantı doğrudur. Children's burada səhvdir. Qalanına baxmırıq. Jacqueline and Mary's mothers deyirsə, demək anaların ayrı nəzərdə tutulsa burada apostrofisi olmalıydı. The Kennedys soyadlı S sonra apostrof olmalıydı. Two months sonra apostrof olmalıydı. 128'ə baxırıq. Kate's and Benjamin's flats ayrı-ayrıdır, düzdür. The garage was neither Jen's nor deyir, nə Jen'in, nə də Pams'ın idi. Bu da doğrudur. Necə deyir? The next sense S sonra apostrof verməliydim. Apostrof S olmalıydı. I have got 3 weeks sonra apostrof olmalıydı. Çünki qabağında sırı var. A variantı. Növbəti 129'da yanlışlıq var quruluşda. S sonra apostrof olmalıydı. Neydi? Ans. Bu doğrudur. Nə deyir? An'indir, nə də Jane'nin. At Mike's. Mike Gildə doğrudur. Schmidt, her niece. Hairdressers. Bu da doğrudur. At the hairdressers. Bu da doğrudur. 3, 4, 5 B variantı. Yox idi ki, baxın o bir tərəfdə. Yox. 130'da Jamie's and his brother's hair. Bu olar. Jamie və onun qardaşının saçı ayrı-ayrı verilibdir. Saç da sayılmayan olduğu üçün təkdə göstərilib. Demək, quruluş səhvdir. The parents and their children's bedrooms ayrı-ayrı verilibdir, düzdür. 1-3. Demək, burada nə deyir? Valideynlərin və uşaqların otaqları ayrı-ayrı otaq olacaq təbii ki, ona görə hər ikisində yiyəliş göstərilməlidir. The Browns səhvdir, S apostrof verməlidir. Soyad həmişə cəmdədir. The shop assistants mağaza satıcılarından demək, qayğıkeşliyi, mehribanlığı bu da olar. 5 demək, düzdür. 1, 3, 5 D variantı. Nəsə qələm 2 yerdə işləyir. Bir dəyişək görək nə olur. Növbəti 131-ci testə baxacaq. 131-də Janice and her brother's hair bu olar. Blacks yenə səhvdir. Bunlara daha izah eləmirəm ona görə ki,
izah vermişik bu barədə. Səhvdir. The men's and women's clock rooms olar, cəmdədir, ayrı-ayrı verilib. The wind destroyed the birds and insects' nests. Yuvalarını dağıdıbdı quşların və həşəratların, ayrı-ayrıdır. Yenə burada da ayrı-ayrı göstərilibdir apostroflarla yelik. Ona görə bu da düzdür. 1, 4, 5 Y variantı. 132-ci testə baxacaq. Demək, pieces of music olar. Musiqi parçaları. A number of traffic inspectors. Demək, nəqliyyat inspektorları. Bir sıra nəqliyyat inspektorları. Bu da olar. Ələ eynən loves verənmərəm, kündələr deyənmərəm, eynən. A number of watermelon. Bu şəkildə də deyənmərəm. 2 slices olmalıydı. 1-2 variantım D variantıdır. 133-də a bunch of banana deyə bilərəm. Pieces of glasses. Bunu da a bunch of banana. Yəni bunu necə dedim? A bunch of banana. Yaxşı. A bunch of bananas olar da, yəni cəmdə verilməliydi, olmaz bu. Pieces of glasses olar. Şüşə mənasındadır, parçaları. A number of rice sacks. Düyü kisələrini deyə bilərəm bu şəkildə. Eynən lamps deyənmərəm. 2 boxes olmalıydı. 2-3 oldu. 2-3 bir səhv idi. 2-3 C variant. 134-də positive case apostrof S-dən sonra fail var, olmaz. Management's reduced, yenə fail var, olmaz. Anne left her sister's, Anne is left, burada isdir, olmaz. Sister's purse, bu olar. Sister's purse. 3 düzdür. John'un davranışı yavur, bu da düzdür. 3-4. Writer's new novel. Writer's novel. Niyə burada təyin edicidir? Bu da düzdür. 3-4-5. Növbəti 135-ə baxırıq. 135-də demək, is paintings'dir. Yox. This artist paintings. Bu rəssamın rəsmləri, əl işləri arsa realistik necədir? Realistikdir, realdır. Bu olar. The artist exhibited. Burada fail var. Demək, fail olduğu üçün də bura isdir, olmaz. Fail var, is given'dır, olmaz. Bura is left, doctor's prescription, bu olar. Bura baxıram, the artist paintings yenə yuxarıdakı kimindir. Bu da olar. 1, 4, 5 bir variantı. 136-da baxıram, 136-da. Demək, the woman's proposals. Yenə sözlərə izah vermədən gedirəm. The women's proposals. Proposals təklifdir, qadınların təklifləri. Bu olar. Sonra my uncle successful sifətdir, bura ona görə isdir. I had going to the dentist. Bu olar. Mən deyir, nifrət edirəm getməyə, hara, diş həkiminə. Has gotdur, olmaz.
5-də baxıram. Demək, burada nə var? The Earth's atmosphere. Earth's, yəni tək varlıqdır, bu heç vaxt cəmdə olmaz. Ona görə bu da yanlışdır, bu da yanlışdır, bu da yanlışdır. 1-3 A variantı. Növbəti 137-ci testə baxıram. Burada demək, the children's rights, uşaqların hüquqları doğrudur, olar. Bir də case often var burada, bura izdir. Has qotdur. I met my neighbor at the hairdressers. Qonşumu harda gördüm? Bərbərdə mi? Gözəllik salonunda, bu şəkildə. Hairdressers, bərbərdə. The sons tək varlıqdır, bu şəkildə verə bilmərəm. 1-4 Y variantı. Sonra 138-də some of my son's friends, my son's friends olar. Dostumun, oğlumun dostları, bağışlayın. Oğlumun dostları. I had a good time at my friends. Dostum gildə yaxşı vaxt keçirdim. Bu da olar. The students work. Bu şagirdlərin işləri doğrudur. Belə olanda, yəni burada doğruluq gördüksə mütləq işarə əvəzliyinə baxın. İsimlə yəni uyğunlaşmalıdır, uzlaşmalıdır daha doğrusu. The students worked burada feildir, ona görə izdir, bu olmaz. Swept yəni feildir, bura izdir, olmaz. Doğru oldu 1-2-3 B variantı. 139'da we have got eynən information verə bilmərəm. Sonra pisin qabağında article yoxdur, verə bilmərəm. Informations yazıb burada, olmaz. Two informations verə bilmərəm. Two pieces of information olar, düzdür. 140'da they are going to the country in, burada baxıram, demək, those men esahana, yəni düzgün düzədilməyibdir. This, bura cəmdədir, işarə əvəzliyi bura təkdədir, olmaz. The Browns car, Brownların maşınında, bu doğrudur. The Browns S olmalıydı, sonra apostrof. İşarə əvəzliyi təkdədir, isim cəmdədir, olmaz. Yenə baxıram, xəbər təkdədir. 141-də. Demək, burada variantlara fikir versəm, təkdə götürməliyəm. Burada advice sayılmayanı qabağında article verib olmaz. Important information olar. Vacib məlumat. Big fish, fish burada cəmdə verilib. A big fish desəydi ola bilərdi. Policeman cəmdədir. Various yenə burada cəmdə verilibdir. Ona görə götürə bilmirəm. Variantım oldu B variantı. 142-də demək, last year Mr. Brown had only a few weeks holiday olar. Doğrudur. The hunters saw a lot of deers, apostrophe S olmalıydı. Olmaz. Maggie was tired after 2 hours. 2 saatlıq işdən sonra yoruldu. Olar. We had a good time at the Smiths. S olmalıydı sonda, doğru deyil. 1-3 B variantı. 143'ə baxacaq. Severaldan sonra gələn isim cəmdə olmalıdır. Düz deyil. Edən sonra gələn isim təkdə olmalıdır. Düz deyil. To'dan saydı, sonra gələn isim cəmdə olmalıdır. Düz deyil. Several slices, bu düzdür. Bir neçə dilim limon. A few bowel yenə cəmdə olmalıydı. Düz deyil. 144'ə baxırıq. 144'də Mr.
Mrs. Green is Nick's and Mike's mother. Baxın, anaların ayrı-ayrı göstərməyi tələb edibdir. Bir nəfər bu ikisinin anası ola bilərmi? Yəni, burada nəyə səhv veribdir? Yəni, ayrı-ayrı olmalıdır anaları, amma bir nəfər verib, ona görə olmaz. Jack's illness. Jack'in xəstəliyi. Burada isim var, ona görə olar. Nick's arriving. Gəlib çatdı. İzdir bu. Feildir. Yenə olmaz. İzdir. This woman's hair. Bu qadınların saçları olar. Demək, burada sona baxmam tuzu. Bakers. Bura olur. Çörəkçidə. Demək, oldu neçə? 2, 4, 5 C variantı. Arda 190 test 60-60 ikisini izah elədik. Bu üçüncüdür, artıq yorğunluq özünü göstərir. Demək, 145-ə baxırıq. Mr. Brown as Merlin's and bayaqçı kimindir? Yanlışdır bu. Merlin's walking in her orchard. Burada da yenə izdir bura, çünki feil var sonrasında. Burada da yenə izdir, feil var sonrasında. Yox, buranı səhv dedik. Tomun gəlib çatmağa, Tomun gəlişi daha doğrusu, arrival, Tomun gəlişi, bu doğrudur. Just var, izdir, olmayacaq. Amma bura baxırıq, neighbors var, his neighbors, nəsə, home falan. Burada bir isim var, ixtisara düşüb. Ona görə olur 3-4. It's only a few minutes walk. Bir neçə dəqiqəlik gəzinti. Bu olar 3-4-5 D variantı. 146-ya baxacaq. Birinci cümləyə baxırıq. Actor's popularity, aktyorun məşhurluğu. Bu olar populyar bağı. Burada von var, bura izdir. Olmaz. Baxırıq. World's mail. Bu olar. 1, 3. Bir də The Fisherman's Cottage. Bu da olar. The Commander's ordered to faildi. Bu da olmaz. Olmaysa 1-3-4 Y variantı. Növbəti 147-də baxırıq. Demək, those scientists' inventions, o alimlərin ixtiraları. Burada nə çatmır? Bura cəmdir, bura isə təkdir, olmaz. These children's notebooks bu olar. Uşaqların demək, dəftərləri, qeyd dəftərləri. Those people's arguments bu da olar. Baxırıq ki, işarə vəziflərlə də uzlaşır. Ona da diqqət eləməliyik. These doctors' salaries bu olar. 2-3-4 bu həkimlərin maaşları. Burada this təkdə veribdir. Bura isə cəmdədir, ona görə olmaz. 2-3-4 abənd. 148-ə baxırıq. Demək, his father's sudden call. Father's call olar. 2-yə baxıq. Her brother's name. Bura izdir. Amma bura her brother's name yəlişdir. Olar. Onun qardaşının adı. 3-ə baxırıq. Has got olmaz. A few weeks holiday bura olar. Bir neçə həftəlik tətil. 1-2-4 B variantı. Burada feildir, izdir. 149-a baxacaq. 149-da demək, Peter's late arrival. Peter'ın gecikmiş gəlişi. Yəni, Peter's arrival, Peter'ın gəlişi əslində burada. Late burada təyin edicidir. Bu mənada bir düzdür. His daughter's name
Yenə eyni qayda ilə qızının adı yelik var, olar. Her husband has been bura olmaz. They were given a month's holiday. Bir aylıq tətil olar. My niece is stated olmaz. 5 səhvdir. 1, 2, 4 doğru variantımızdır. 150-ci testə baxırıq. 150-də Miss Pat's attendance, xanım Pat'sin iştirakı olar. Mr. Jackson's, burada cəmdə verib. Cənab Jacksonlar deyə bir şey. Düz deyil. Sam and Molly's eyes, bu da düz deyil. Çünki bədən üzvləri ayrı-ayrı olmalıdır. Burada da apostrof S olacaqdı. Our lifestyles, həyat tərzimiz, bizim həyat tərzimiz, həyat tərzi 1-4 doğru variantımız A variantıdır. Növbəti 151-dən baxacağıq. 151 deməz, his brothers returned after many years departure. Qayıtdı deməkdir, bura izdir. As I had forgotten my notes at home, I had to ask for Mike's. Bura olar. Mike's note. Və 2 doğrudur. Növbəti 3-ə baxırıq. Pets and Mary's mağaza. Ayrı-ayrı veribsə buraya S olmalıydı. Anaların ayrı-ayrı göstərmək istəyib burada. Leonard öyrənirdi. Bura izdir. Burada yoxdur, amma today's traditions, bugünün ənənələrini burada var amma. Onu da 2-4 Y variantı. 152-də botdur. Bura izi olacaq feil olduğu üçün. My brother left feildir. Bura izdir. Ona görə də. Amma birdə baxsaq, burada at the chemist var. Bu olur. Burada da near batches var. Bu da olur. 1-3 var. Hələlik. Norman's visit to Athens was quite unexpected. Norman's visit. Burada was var. Feili görürəm. Bu feil deyil. Yəni Normanın belə deyək, səyahəti 4 də olur. 1-3 var idi, 1-3-4. Burada feildir, bura izdir. 1-3-4 ilə doğru variantımız olacaq. 153-ə baxsaq, yenə positive case. Let's answer our favorite teacher's message. Teacher's message olur. Bir düzdür. Mark's answer, Mark'ın cavabı. Burada fail var, ona görə də bu fail deyil, isimdir. 1-2. Nick's left, burada izdir. My father is preparing'dir. Faildir, hazırlayır. Ben saying mommy, Ben'in ana deməyi. Surprised his parents, bu da Ben'in deməyi burada bir demək isimləşibdir. Gerund kimin. Ona görə də bu da yelikdir. Olunca 1-2-5 variantı. 154. 154-də baxsaq, Nick and Sam's characters, xarakterləri ayrı-ayrı da düzdür. The Smith S olmalıydı burada, sonra apostrof is. 40 illik təcrübə. 40 illik təcrübə düzdür. 3 düzdür. Which days celebrated varsa bura izdir. Nə oldu? 1-3 Y variantı.
1-3. 1-3 Y variantıdır mı? Ah. Yorğunluğu görürsünüz. 1-3 D variantı. Növbəti 155-də səhvlərimiz olsa uşaqlar xatırladan, heç olmasa aşağıda belə deyək, kommentlərdə onları düzədək. Ola bilər, çünki 190 sualın hamısını eyni vaxtda ard-arda 60 ayrı-ayrı çəkmişəm. Bir də yerdə qalanıdır. 155-ə baxırıq. 155-də Janice answer to Nick's message disturbed him. O olar. Jen'in cavabı. Nick'in mesajına Jen'in cavabı olar. Janice is coming'di bu. We were surprised at Carol's arrival. Carol'ın gəlişi bizi təəccübləndirdi. Is going'di bu. To be going to. Bax buradadır. To be going to ifadədir. Ona görə is going'di. 5 days trip. 5 günlük səyahət. Bu da doğrudur. Bir də burada 3 var idi. 1-3-5 C variantı. 156-ya baxırıq. What he has made. Təkdə olacaq. Xəbəri təkdədir. A foolish mistake. A mistake. Bu təkdir. Foolish mistakes. Burası səhvdir. Burada E yoxdur. He has made. A. Bu demək əlaqəlidir he ilə. Özürlü hesab edin. A foolish mistake. Axmaq səhv, bir axmaq səhv. Axmaq səhvlər, bu da ola bilər. Yəni 1-2 D variantı doğru variantdır. Axmaq səhvlər, bir də bir axmaq səhv. Ola bilər hər ikisi. They are. They are. Baxırıq burada. Demək, important pieces of news. Important pieces, vacib hissələr, xəbərin vacib. Olar bu. A nice pair of shoes. A nice pair of shoes. Burada bir cütdən söhbət gedir. Burada isə xəbər cəmdədir. Bu olmaz. Wonderful music. Bu da olmaz. Fat sheep. Kök qoyunlar. Bu da olar. Well dressed men. Bu da olar. Yaxşı geyinmiş kişilər. Yəni they are dediyi üçün, xəbər cəmdə olduğu üçün cəm olanları seçdik. 1, 4, 5 D variantı. Növbəti 158. It is. Policeman cəmdədir. Ümumiyyətlə bundan policeman da belə deyək, uyğunlaşmır. Ən sayıla bilən isimlə işlənər news sayılmır. A place, pleasant place olar. Bu doğrudur. Place sayılır. Qabanını işlədə bilərəm. Burada təklədir. Big eyes olmaz. Big sheep olmaz. Bunlar cəmdədir. Burada isə xəbər təklədir. Ona görə D variantı. Yenə they are xəbər cəmdədir. Demək, baxırıq. Ənlə people olmaz. Petrol sayılmır. News sayılmır. Expensive cins olar. Bahalı cins cəmdədir. What expensive cins they are deyə bilərəm. It is yenə təkdədir. 160-da. Burada method, reliable method. Bunun qabağında bir article olmalıydı, yoxdur. 2-yə baxsam, bura cəmdir. Little pieces
uyğun deyil. It's little sayılmayanla işlənir. Yəni few versəydi nəsə buradakı yazılış düz olardı, amma bu üçün safe olacaqdı yenə. A large clothes shop, a shop bu olar. 3 düzdür. Difficult tasks cəmlədə olmaz. Testiçiz dadlı pendir bu da olar. Sayılmayan təkdədir. 3-4 A variantı. 161-dən baxacağıq. Derivative deyir. Demək, düzəltmə olanları seçəcəyik. Innovation 2 olar. Locker 3 dolar. Discovery 5 dolar. 2-3-5 B variantı. Sonra demək 162-də derivative yenə deyir. Baxırıq. Hardship hardship olur. Çətinlik. Canal burada olmayacaq. Peace olmayacaq. Basement. Frame olmayacaq. D variantına baxırıq. D variantında T, R, and çəkilişlər var. D variantı düzgün variantı. Fault yenə burada olmayacaq. 163-ə baxırıq. 163. Derivative deyir. Budget olmayacaq. Sonra derivative şəkilçiləri ilə baxaq, daha tez olsun. R it, yəni 3, 4, 5 doğru variantımızdır. Yenə derivative deyir 164-də. 164. Bunları mən sizə izahında vereyim. Demək, belə 163-dən izah vereyim, yox. Sözləri deyim, bilin. Budget büdcədir. Desire arzudur. Kindness mehribanlıqdır. Manager menecerdir. Sincerity səmimiyyətdir. Speed sürətdir. Sözləri bilək. 164-də 163-də sözlərində bəlkə nəsə var idi, qoyaqlarda deyim. Demək, münasibət, çətinlik, kanal, vətənpərvərlik, quldur, oğru, parça, hissə, basement, zirzəmi, agentlik, frame çərçivədir, təşviş, follower izləyicidir, inhabitant sakin, yəni orada yaşayan adam, sakin anlamında. Schedule cədvəldir, adventure macəradır, bu da xətadır, falıdır. 164-cü testə baxaq. 164. Derivative deyir, yenə burada derivative. Demək, baxaq hansılar derivative olacaq, deyəsən burada çoxdur. Defender, leader, employer, bravery, daha doğrusu. Bunlar necədir? Demək, düzəltmədir. Hansılar oldu? 2, 3, 5, 6, Y variantı. Trade, ticarətdir. Orphan, yetimdir. Defender, müdafiəçidir. Leader, liderdir. Employer, işə götürəndir. Bravery, igidlikdir. Sonra 165-ə baxırıq. 165-də demək, burada da derivative deyir. Builder, buyer. Bunlar düzəltmədir. Wonder, heyrətlənmək anlamındadır.
feildir. Mother məsələ, hadisə, bu sadədir ümumiyyətlə. 5-də baxsaq, danger, təhlükədir. Düzəltmə olanlar demək hansılar oldu? 3-lə 4 D variantı. 166-cı testə baxırıq. Yenə derivative deyir, düzəltmə olanları seçəcəyik. 166-da selection, seçim, bu düzəltmədir. Variety, çeşiddir, bu da düzəltmədir. Load, yük isə düzəltmə deyil. Surrounding, ətrafdır. Business, işgüzar, realist, business. Demək, burada fikir versək, hər üçü düzəltmədir. Raindrop burada mürəkkəbdir. Strength, gücdür. Health, sağlamlıqdır. Raindrop, yağış damcısıdır. Bu mürəkkəb idi. Ona görə olmayacaq. Difference, bu düzəltmədir. Demək, fərq deməkdir. Length, uzunluq, bu da düzəltmədir. Floradır, bu düzəltmə deyil. Y variantına baxırıq. Easiness, asanlıq. Newspaper, bu mürəkkəbdir. Qəzet. Cartoon, karikatura. Bu da olmayacaq, çünki gördük mürəkkəb var idi. 167-yə baxsaq, yenə derivative deyir 167-də. Patience, səbirdir. Bu olacaq, NC var. Proof, sübut, dəlil, olmayacaq, düzəltmə deyil. Bench, dəstə, bu da düzəltmə deyil. Lunch, qəlyanaltı, bu da düzəltmə deyil. Actress, bu düzəltmədir. 1-5 A variantı. Növbəti testlərə baxaq. 168-də. Demək, derivative deyir yenə. Düzəltmə olanları seçəcəyik. Boredom, can sıxıcılıq. Burada dom var. Heroism var, qəhrəmanlıq. 1 olacaq. Waterway, bu mürəkkəbdir. Safety, təhlükəsizlik. Responsibility, məsuliyyət, bu da olacaq. Waterway, su yolu idi. Burada access, girişdir. Bura baxıram, 4-də population, əhali. Landfill, mürəkkəbdir. Population, landfill, bu nədir? Yəni, bir yerdə mi verib? Necə? Burada bir səhvlik var. 1-3 Y variantı doğru variantımızdır. 169-a baxsaq, 169-da yenə derivative istəyir. Peace and sector, peace, sülhdür, bu da əcdaddır. Burada baxsam var. Derivative istəyirdi bizdən. Yəni, burada yanlışdır bu. Quality, keyfiyyət burada var. Wave də yoxdur. Dalğa deməkdir. Olmadı bu da. Bu ikisini sildik. NC var. Bu olacaq. Existence, varlıq deməkdir. Difference, fərqlilik deməkdir. Poverty, yoxsulluq. Loyalty, sədaqət, yenə burada var. 3-4 D variantı. 170-ə baxırıq. Yenə derivative deyir. Gloss, parça deməkdir. Burada yoxdur. Length, uzunluqdur. Burada var derivative.
Strength güc, yenə burada sifətdən düzəlmə var. Worth dəyər, burada da var. Burada var mı? Yox, burada yoxdur. Səhvdir. Decision burada var. 2, 3, 5 C variantı. 171'ə baxırıq. 171-də demək, derivative deyir. Düzəltmə olanları, student düzəltmədir, study sözündən. Improvement, bu da düzəltmədir, təkmilləşdirmə. Safety, bu da düzəltmədir, təhlükəsizlik. Event, hadisədir, düzəltmə deyil. Wonder, heyrətlənmək, bu isə feildir. Y variantı. Növbəti 172-dən baxaq. Demək, 172-də derivative deyir yenə. H var burada, shin var, ink var. Düzəltmədir la bura. Baxaq. Package deməkdir. Location, yer deməkdir. Lightning, ildırımdır. Hər üçü düzəltmədir. Surface, yer üstü, mürəkkəbdir, burada olmaz. Waste, tullantıdır. Luxury, dəbdəbədir. Spaceship, yenə mürəkkəbdir, olmaz. Kosmik gəmidir. Motto, şuardır, olmaz. Profit, mənfəətdir. Daha doğrusu C-yə görə, spaceship'ə görə burada olmadı. Profit. Volunteering, könüllülükdür. Fiction, nə mənalıdır burada? Bədii ədəbiyyat mı? Stamp isə möhürdür. Burada nədir? Mediator olar. Sandstone mürəkkəbdə olmayacaq. Stamp da burada olmayacaqdı. Hollow, çuxurdur. Mediator da vasitəçidir. Demək, burada Sandstone, Stamp, Spaceship, Surface, bunlara görə bu bəndlər olmadı. Fikrim dağılır sözlərin mənalarını deməyə. Nə seçəcək yadımdan çıxır. Derivative, düzəltmə, A bəndi. Doğru variantidir. 173-ə baxsaq, yenə derivative deyir. Ansehood olar. Importance, əhmiyyətdir. Motherhood, analıq. Crop, ducta, bunlar olmaz. Crop. Intelligence, rejection olar. Demək, ağıl, bir də rejection, red. Loneliness, bir də actress, bu da olar. Tənhalıq, bir də aktrisa. Happiness olar, effort olmaz burada. Effort, say, bu olmaz. Say göstərmək anlamında, say, bu olmaz. Happiness isə olardı. Demək, 1, 3, 4 bizim doğru variantımızdır. 174. Yaxşı, 174-ə baxacaq. Derivative deyir yenə. 174-də. Underground, mürəkkəbdir, olmaz. Yeraltı deməkdir. Ya da metro. Difference olar. Oilfield mürəkkəbdir, neft yatağıdır, olmaz. Difference da fərqdir. Feeling, hiss etmək, ink var burada. Architecture, mimarlıq, yur var, bu olar. Necklace, boyun bağıdır, bu olmaz, mürəkkəbdir. Burada da bathroom, yenə mürəkkəbdir, olmaz. 175-ə baxırıq. Derivative deyir yenə. Mess, qarışıqlıqdır. Bu olmaz, bu sadədir. Drawer olar.
Host olmayacaq, ev sahibi deməkdir. Composer bu da olar. Er var, bəstəkar. Stone yenə burada olmayacaq, daş anlamında. Performance anca var, bu da olacaq. Yerinə yetirmək, tamaşa, performans. Burada tamaşa anlamındadır. Demək 2, 4, 6 Y variantı. 176-ya baxırıq. 176-da demək seçim eləyəcəyik sadəcə, deyəsən bu açıqdır. Choose a correct variance deyir. A fortnight's holiday-dir. Bura düzdür. Bir düzdür. Women's səhv yazılıb. A few deyəndə isim cəmdə olmalıydı, səhvdir. A day's expedition, bu da düzdür. 1-4. Ardına baxaq. 177-də. Demək, compound mürəkkəb olanları seçəcəyik. Mürəkkəb olanları. 2 mürəkkəbdir, thunderstorm. Tufan deməkdir. Painkiller, ağrı kəsici. Bir də airport, havalimanı. Bunlar demək mürəkkəblərdir. Zayatqamız da bitir. Bir dəqiqə. Demək, bunlar mürəkkəblərdir. 2, 3, bir də 6. 2, 3, 6. Burada da qeyd edək. Növbəti yenə compound mürəkkəb olanları seçəcəyik. Shipbuilding, gəmi qayırma. Lifestyle, countryside. Bunlar mürəkkəbdirlər. Lifestyle həyat tərzidir. Countryside kənd deməkdir. Digərləri isə demək mürəkkəb deyildilər, ümumi şəkildə desək. Yenə derivative var burada 179-da. Baxırıq, air var, Frankner, demək, düzəltmədir. Sonra baxsaq, 2-də Solarship təqaüd düzəltmədir. Bu mürəkkəbdir. Gauge sadədir. Innovation, bu da düzəltmədir. Demək oldu nə? 1, 2, 6. 1, 2, 6 seçimimiz. Növbəti 180-ə baxacaq. 180-də düzgün variant deyir. Düzgün variantı seçməliyik. Baxaq. The chess player's mistake. Şahmat oyuncusunun səhvi olar. The women's quruluş səhvdir. The children's rights, uşaq hüquqları olar. Uşaqların hüquqları. To deyirsə, bura cəmdə olmalıydı, səhvdir. Tomorrow's forecast, bəli, bu da olar. 1, 3, 5 doğru cavabımızdır. 181-dən baxsaq, yenə positive case deyir. Night's program, last night's program. Keçən gecənin proqramı. Olar bu. Bir olar. Quruluş düz deyil. The painter's drawings. Demək, rəssamın rəssimləri bu da olar. 1-3. Is Richard'dır bura. Olmaz. 1-3 doğru cavabımız olacaq. Növbəti 182-yə baxaq. 182-də demək Surgeon's Operations olar. Apostrofdan sonra isim var. Bir düzdür. Burada cəmdir. Uyğunlaşmayacaq. İşarə əvəzliyi səhvdir. İşarə əvəzliyi cəmdir. İsim təkdədir. This surgeon's operations bu olar. İşarə əvəzliyi isim uyğundur. Apostrof üstdən sonra isim var. 1-4 doğru variantımız.
183'də last year's calendar olar. Year's calendar. Bir düzdür. They were shocked by Bill's rudeness. Bill'in xudbinliyindən. Bill'in xudbinliyi olar. 1-2. The brothers quarrel. Burada was var. Bu da olar. 1-2-3. 1-2-3. Bura olmaz. A few years olmalıydı. 2 months sonra apostrof olmalıydı. Bunlar olmaz. 1-2-3. Növbəti 184'də birinciyə baxaq. Today's papers bugünün qəzeti olar. Qəzetləri daha doğrusu olar. 1 oldu. Bunu qeyd edək bura. Yadımızdan çıxmasın. Jane burada as writing'dir. Aha. Is writing'dir. Olmaz. Spoiled. Bu da olmaz. Is'di bura. Fail var. 10 minutes discussion. Bu olar. 10 dəqiqəlik müzakirə. 1-4 doğru variantdır. 185'də a few years. Bu olar. A few'dan sonra isim cəmdə olmalıdır. Friendship, dostluq olar. Many deyirsə burada isim cəmdə olmalıydı. To deyirsə yox, isim cəmdədir burada. 2 hours work. 2 saatlıq iş olar. A few deyirsə isim cəmdə olmalıydı. 1-3. 186. The old man's clothes deyə bilərəm. Yaşlı kişinin paltarları bu olar. Bu quruluş düz deyil. Bu da 4 olar. Yaşlı kişilərin olar. Aha. Sonra 187'də the businessman's trip, iş adamlarının səyahəti olar. Policeman apostrof S olmalıydı. Olmaz. Those researchers report, o tədqiqatçıların hesabatı olar. Dears düz deyil. Bills and Pats ayrı-ayrı veribsə demək isim cəmdə olmalıdır. Təkdə verib olmaz. 1-3 doğru variantımız. 188 deyəsən qutarıq. Əla. Onda biraz ürəklənim. 188 baxırıq. Jack's new car. Bu olar. Jack'in yeni maşını. Burada bought var. Fail de olmaz. Jack's methods. Jack'in metodları. Bu da olar. Burada right var. Bura is de olmaz. 1-3 doğru variantımız. 189'a baxsaq. Thomas Impaled. Demək Tomun nəzakətsiz davranışı, söhbət davranışdan gedir. Yəni Tomun davranışı. Bu olar. 189'da. Thomas is. Burada izdir. Tom necə davrandı? Nəzakətsiz davranır. Nəzakətsiz davranır. Olmaz. 3'ə baxsam. Thomas packed suitcases. Thomas suitcases'dir. Thomas packed suitcases. Demək yığılmış çantası. Bu olar. Tomun çantasından söhbət gedir. 1-3. Burada bir də baxsam, demək to be var idi. Buradan da yəni seçə bilərsiniz. To be varsa bu is deyil.
Burada isə baxıram to be yoxdur. Bu olmayacaq. 1-3 yenə. Nə oldu? Hamısı 1-3, 1-3, 1-3. İnşallah səhv eləmirik. 190. Mr. Green spent a year's edirsə bu cəmdə olmaz. Yəni 190-da bir səhvdir. My niece's punctuality bu olar. İsim var. 2 olacaq. Friends influence dostların təsiri on people can be great. Bəli. Bu da olar. After 2 months cəmdə olmalıydı. Bu olmaz. 2-3 doğru variantımız. Beləliklə isim bəhsini qutardıq. Biraz əgər yavaş izah elədimsə və ya hardasa tez keçdimsə, bilin ki, hamısını bir gündə sadəcə 3 video ayırdım. Ortada bir kiçik fasilələrlə hamısını çalışdım ki, izah eləyim. Sağ olun.